Peyğəmbər namazda özünə salam verirdimi? Salavat deyirdimi? Axı namaz Allahı zikr etmək üçündür. Bu sual mənə neçə dəfə ünvanlanıb, bəzi nöqtələrə toxunum. Həzrət Məhəmməd sallallahu aleyhi və alihi və səlləm Allahın elçisi və Peyğəmbərdir. Hamı bunu qəbul edir. Bəs mömin sayılırmı? Bəqərə 285-də oxuyuruq. Elçi öz Rəbbindən ona nazil edilənə iman gətirdi. Möminlər də hamısı Allaha, onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Deməli, hətta Peyğəmbər də iman məsələsində digərləri ilə bərabərdir. Deməli, Quranda ümumi şəkildə ey iman gətirənlər adı altında əmr edilən məsələlər Peyğəmbərə də aiddir. İkincisi, Peyğəmbər digər vacibatlar kimi namaz və hökmlərində də müsəlmanlarla bərabərdir. Belə ola bilərmi ki, o ayrı cür, müsəlmanlar ayrı cür qılsınlar? Axı özü deyib ki, mən necə namaz qılıramsa, siz də elə qılın. İndi niyə ixtilaf var, bu ayrı məsələdir. Əhzab 56 salavat ayəsidir. Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərib salam deyin və tam şəkildə itaat göstərin. Allah üçün salavat rəhmət, xeyir-dua göndərmək, mələklər və bizim üçün isə bunu diləməkdir. İndi salavat necə deyilir, bu da ayrı məsələdir. Neysə, deməli namazda Qurana əsasən biz iş görürük və Peyğəmbər də bunu edib. Çünki iman gətirənlərə xitab edilib. Daha sonra, özünə salam vermək də nədir? Peyğəmbər belə edibmi? Əzizlərim, bu işdə tamamilə Qurana müvafiqdir. Məryəm 15-də Yəhya Peyğəmbər üçün oxuyuruq. Doğulduğu gün də, öləcəyi gün də, yenidən diriləcəyi gün də ona salam olsun. İndi deyə bilərsiniz ki, axı özünə demir. Məryəm 33-də İsa Peyğəmbərin dilindən oxuyuruq. Doğulduğum gün də, öləcəyim gün də, yenidən diriləcəyim gün də mənə salam olsun. İsa Peyğəmbər özünə salam deyir. Deməli, Peyğəmbərin özünə salam deməsi də bizim onun üçün deməyimiz də Quranla tam uyğundur. Qaldı ki, namazların salamında salih bəndələrə salam verməyə Nəml 59-da oxuyuruq. De, həmd olsun Allaha, salam olsun onun seçdiyi qullarına. Deməli, namazda salam, salavat, Peyğəmbərin yad edilməsi belə Allahı yad etməklə zidd deyil. Çünki bunlar elə Quranın göstərişidir.